Salam, hər vaxtınız xeyirli olsun dəyərli tamaşaçılar. Studiyada mən Aynur Kərimli Monitoring TV-də xəbərləri sizə təqdim edirəm. Gəlin dünyada, eləcə də ölkəmizdə baş verən ən son xəbərlərə birgə nəzər salaq. Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya prezidenti Gordana Silyanovska-Davkovanın Bakıda rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Prezident İlham Əliyev Şimali Makedoniya prezidenti Gordana Silyanovska-Davkovanı qarşılayıb. Fəxri qaravul dəstəsinin rəisi Şimali Makedoniya prezidentinə raport verib. Şimali Makedoniya və Azərbaycanın dövlət himnləri səsləndirilib. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Şimali Makedoniya prezidenti Gordana Silyanovska-Davkovanın qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər. Sonra prezident İlham Əliyevin Şimali Makedoniya prezidenti Gordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Qazaxstana rəsmi səfəri çərçivəsində martın 11-də bu ölkənin baş nazirinin müavini, Xarici İşlər Naziri Murad Nurtliyev ilə görüşüb. Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniş tərkibli görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, iki tərəfli və çox tərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Tərəflər Azərbaycan-Qazaxstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib. İki ölkə arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Ötən il Azərbaycan prezidentinin Qazaxstana 2 dəfə, Qazaxstan prezidentinin isə Azərbaycana 3 dəfə səfərinin iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Cokerlə görüşüb. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə məlumat verib. Qeyd edək ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşüb. Azərbaycan-Britaniya iki tərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə edib. İsrailin Azərbaycana yeni təyin olunan səfirinin Bakıya gələcəyi tarix açıqlanıb. Məlumata görə Ronen Kraus vəzifəsinin icrasına iyulda başlayacaq. İsrailin Azərbaycana yeni təyin olunan səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək deyə məlumatda qeyd olunub. Xatırladaq ki, yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunub. Və biz davam edirik. Monitoringdə xəbərlərə baxırsınız. Beynəlxalq axtarışa verilən daha 3 şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumata görə Mülki Ailə və Cinayət İşləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Abdullayev İframin, Yusufov Emin və Mehdiyev Natiqin ekstradisiyaları haqqında Baş Prokurorluğu vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib. Onların Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər. Avropa İttifaqı müşahidəçiləri martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib binokulla müşahidə aparıblar. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.
Davam edirik. Rusiyanın Moskva vilayətində pilotsuz uçuş aparatlarının hücumundan sonra 20 nəfər xəsarət alıb. Bölgə qubernatoru Andrey Vorobyovun sözlərinə görə Moskva ətrafında PUA hücumu nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. 50 yaşlı kişi elə xəstəxanada ölüb. Onun sözlərinə görə Moskva vilayətindəki 3 bələdiyyədə maksimum sayda yaralı və ən böyük ziyan qeydə alınıb. Leninsk şəhər dairəsində dronun qalıqlarının düşməsi nəticəsində 6 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, ötən gecə Ukrayna Rusiya ərazisinə 337 PUA ilə hücum edib. PUA-lardan 91-i Moskva regionu ərazisində vurulub. Yeri gəlmişkən, Ukraynanın PUA hücumu ilə əlaqədar Azalın Bakı-Moskva reyslərində gecikmələr yaranıb. Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən reyslərində gecikmələr müşahidə olunur. Bu barədə Azaldan bildirilib. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Azal vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin avtomobilə hücum edərək sürücünü amansızlıqla döyməsini əks etdirən görüntülər yayılıb. Məlumata görə hadisə fevralın 5-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Bir qrup şəxs Chevrolet Malibu markalı avtomobilin tıxacda olmasından istifadə edərək taxta parçaları ilə ona hücum edib. Onlar maşının şüşələrini sındırıblar, sürücünü zorla yerə düşürərək ona zərbələr endiriblər. Daxili İşlər Nazirliyindən bildirilib ki, avtomobilə qəsdən zərər vurulması və sürücünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi rayon polis idarəsində istintaq araşdırması aparılır. Xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafa Kəmalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Toplanan materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə Natiq Mustafa Kəmalov, Vahid Cavadov və Nazim Rəhmanovun barəsində 3 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Hadisədə iştirak edən Azər Zahid ilə bağlı verilən təqdimat təmin olunmayıb və o sərbəst buraxılıb. Bugün Novruzun 3-cü çərşənbəsi, yəni yel çərşənbəsidir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır. Oyanan suyu, odu hərəkətə gətirir. Hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında yelli küləkli çərşənbə deyirlər. Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır. Tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür. Ev eşiyi, həyət baca təmizlənir, şirniyyatlar bişirilir. Yel Azərbaycan müfiq təfəkkürünə görə həm də yol göstərən bələdçi rolunu yerinə yetirir. Fövqəladə Hallar Nazirliyi yel çərşənbəsi ilə əlaqədar yağın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Qeyd edilib ki, bugün xalqımız milli mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar yel çərşənbəsini qeyd edir. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir. Bu da sonda acı nəticələrə gətirib çıxarır. Belə ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlının bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılandı. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır. Və idman haqqında xəbərlərimiz var. Bugün UEFA Çempionlar Liqasında 8-də 1 final mərhələsinin cavab oyunlarına 4 qarşılaşma ilə start veriləcək. İlk oyun günündə Barselona doğma meydanda Benficanı Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək. Bakı vaxtı ilə gecə yarısı isə Bayer Leverkusen klubu Bavariya ilə, Inter klubu Feyenoordla, Liverpool isə PSG ilə üz-üzə gələcək. Qeyd edək ki, 8-də 1 final mərhələsinin görüşlərinə mart ayının 13-də yekun vurulacaq.
Asiya Çempionlar Liqasında isə 8-də 1 final mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanının Ən-Nəsr komandası İranın İstiqlal klubu ilə qarşılaşıb. Maç birincilərin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Ən-Nəsrin heyətində John Duran dubla imza atıb. Daha bir dəfə isə Cristiano Ronaldo penaltidən fərqlənib. Bununla da Portuqaliyalı ulduz karyerasında 927-ci qolunu vurub. Ölkə ərazisində martın 12-sində və 23 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatı yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz isə 18-23 dərəcə isti olacaq. Beləcə bugünə sizə çatdıracaqlarım bunlar idi. Diqqətiniz üçün təşəkkür edirik.